Aprelin 8-də Bakıda və Abşeron yarımadasında havanın tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi axşam mülayim, şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur gecə 12-16, gündüz 26-31 dərəcə isti, atmosfer təzyiqi isə 759 mm civə sütunu təşkil edəcək. Naxçıvanda da sabah yağıntı ehtimalı yoxdur, bəzi yerlərdə duman olacaq, temperatur 19-22 dərəcə isti olacaq. Sabah əksər rayonlarda da yağıntı gözlənilmir, lakin bəzi şimal və qərb rayonlarında arabir yağış yağacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə qısa müddətli yağıntılar intensiv olacaq, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə yağışın sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq, mülayim qərb küləyi əsəcək. Temperatur gecə 10-15, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.